Salamlar herkese. Bugün biz Təhlükəsiz İnternet Günü klassik şifreni güclü saxla seviyesinde yok. Tam başka bir reallıqda müzakirə edəcəyik. Çünkü artık internette gördüğümüz video, eşittiğimiz ses, okuduğumuz mesaj mütləq həqiqəti əks etdirmir. Süni intellekt bugün bir insanın səsini, üzünü, davranışını bir neçə saniyə, dəqiqə ərzində kopyalaya bilər. Bəzən bunun üçün hətta 10-15 saniyelik video veya audio bile kifayət eləyir. Ve artık bence bu bir futuristik anlayış değil, günümüzün reallığıdır, günümüzün realına baş veren hadiselerdir. Ve biz bugün təhlükəsiz interneti yalnız texniki məsələ kimi yox, idarə etmə, risk və davranış məsələsi kimi müzakirə etmək istəyirik. Çünki AI dövründə problem təkcə bu realdırmı sualı deyil, əsas sual budur. Biz bunu necə yoxlayırıq, biz buna necə güvənirik və biz buna necə reaksiya veririk? Bu söhbətdə süni intellektin yaratdığı yeni risklərə baxacağıq. Deepfake, sintetik medianın insan davranışı necə manipulyasiya etdiyini müzakirə edəcəyik və ən əsası bu risklərin idarə olunub-olunmadığını müzakirə edəcəyik. Yəni bu söhbətdə texnologiyadan yox, qərarlardan, məsuliyyətdən və etibardan danışacağıq daha çox. Bugünkü qonaqlarımız Kapital Bank Infosec Departamenti Direktor müavini və eyni zamanda Akta'nın GRC komitəsinin sədri Kamran Kərimov və Kod Akademinin rəhbəri Ülvi Aslanov və eyni zamanda Akta'nın təhsil və təhsil komitəsinin sədri. Xoş gəlmişsiniz. Xoş olsun. Gelin söhbətimizə buradan başlayaq. Təhlükəsiz internet nedir? Ya da ümumiyyətlə təhlükəsiz internet diye bir anlayış var mı? İlk önce bence Kamran başlatı daha yaxşı olar. İlk önce teşekkürler dəvət üçün. Kifayət qədər aktual, kifayət qədər vacib məsələlərə, mövzulara toxunulubdur. Ümumiyyətlə birinci buradan başlayaq ki, əvvəlki dövrlərdən fərqli olaraq əvvəllər hansısa infrastruktur, hansısa kritik obyekt dövlət əhəmiyyəti kəsb edirdisə, bugün internet özü artıq dövlət üçün kritik əhəmiyyət kəsb edir. Və internet üzərində paylaşılan məlumatlar, internet üzərindən olunan hücumlar və müxtəlif baş verən hadisələr artıq eyni dövlətdəki fiziki obyektlərdəki kritiklik səviyyəsinə görə eyni dərəcədədir. Bu baxımdan da sualınıza cavab olaraq əlbəttə ki, tamamilə buna cavab verə biləcək şəkildə, tamamilə buna təhlükəsizliyə cavab veririk və mümkündür ki, tamamilə qorunaq, əlbəttə ki, yox. Sadəcə olaraq burada risk yanaşması ortaya girir. Risk yanaşması nədir? Sənin mövcud olan riskin və qalıq riskin var. Qalıq riskimi nə qədər az saxlayaramsa, mənim bir o qədər riskə davranışım, riski idarə edə biləcəyim şəkildə məsələlərə yanaşa bilərəm. Başqa sözlə desək, risk həmişə var, risk həmişə bizlə yaşayır. Sadəcə biz bu riski nə qədər idarə edə bilirik, nə qədərini idarə edə bilirik, əsas sual budur. Sizce son bir ildə ya da hətta bir neçə ildə internetdə hansı değişik təhlükələrdən, yəni yeni təhlükələrdən danışırıq? Son zamanlarda həyatımızda nələr dəyişib? Düzdür, AI-dan danışırıq, biz sintetik media var, amma məncə təkcə bunlar deyil. Çünki internet və texnologiya artıq həyatımızın bütün hər bir parçasına toxunmağa başlayıbdı. Və burada son illərdəki dəyişiklik sizcə texnologiyanın inkişafı ilə mi bağlıdır? Yəni texnologiya çox sürətli inkişaf edir, biz mi çatdıra bilmirik? Yoxsa ümumiyyətlə buna hazır mı deyilik bu qədər sürətli inkişafa? Əslində buna çox uzun cavablar və uzun-uzadı müzakirə eləmək olar, amma çox qısa cavab bu cür vermək olar ki, texnologiyalarda ümumiyyətlə şəbəkədə baş verən problemlərin 95% root cause'lar human yönümlüdür, insan yönümlüdür. Yəni insanların bilik səviyyələri və bu bilik səviyyələrinə görə onların davranışları nəticədə bir növ baş verən hadisələrin əsas root cause'larıdır. Yəni bugün AI və deepfake daha aktualdır. Yəqin ki, bunun istər bildiyiniz qədərinə demək olar ki, Avropa Birliyində belə digər Avropa Birliyi olmayan Amerika və Çin kimi böyük iqtisadiyyatı olan dövlətlərdə belə bunun üçün qanunvericilik hazırlanır, bunun üçün müdafiəsi fikirləşiləcək və s. və s. Məsələ bugün trenddə nədir və ondan necə qorunacaq deyil. Məsələ trenddə nəyin olmağından asılı olmayaraq insanların buna necə davranmasıdır ki, bacardığımız qədər çalışmalıyıq ki, bu human awareness dediyimiz, human related məsələlərə daha çox üstünlük verək. Bildiyim qədərinə də ölkədə
formalaşan bir çox akademiyalar, bir çox mərkəzlərdə fokuslanmalı olduğumuz məsələ aşağı yaş kateqoriyasından bunu tətbiq etmək. Buna xüsusilə toxunacaq bu məsələyə. Dairəcə bir Belə bir də əlavə etmək Buyurun. istəyirəm əslində. Biz bəzən təhlükəsiz internet dedikdə, təhlükəsiz şəbəkə, hər hansı bir şey dedikdə onu kəsməyi bilirik. Deyirik ki, okey, bunu dayandıraq, ümumiyyətlə bloklayaq, olsun təhlükəsiz. Baxdır bunlar cürbəcür formalarda yaşamışıq. Əslində həyatımıza internet girdiyi andan etibarən biz kiber təhlükəsizliklə danışmağa başlamışıq ya da başlamalıydıq ya da belə ifadə edeyim. Mən xatırlayıram 2002-ci ildə biz məktəbdə uşaqlar dayanmadan Google'da kredi kart şeyləri, məlumatlarını tapıb və hətta o vaxtı domain, web saytı domainlərini pulsuz şəkildə alan demək olar ki, bir-birini gürürlər ki, sən domeni pulsuz almışsan, mən kredi kartını taparaq almışam. Kredi kartını taparaq almışam cümləsi bizim üçün şey deyil, yəni pis bir iş görmüşük kimi gəlmirdi. Sanki normaldır da, yəni taparaq almışam. Əslində ki, kredi kartı oradakı olan məlumatı oğurlayaraq əldə olunmuş bir məsələdir. Bir başqasının puludur. Yəni qısaca bunu belə ifadə edeyim. Bu o vaxtdan bəri, yəni texnologiya başlayırsa, avtomatik olaraq təhlükəsizliklə bağlı fərqli məsələlər başlayır, ortaya çıxmaya başlayır, qorunmaqla bağlı olaraq. İndi sadəcə böyük bir şərait yaranıb, çox rahatlıq var. Hətta təhlükəsizlik olmağa çalışarkən təhlükəli olmağa başlayırsan. Şəxsən şifrələrimizi dayanmadan dəyişdir, onu belə dəyişdir və s. O qədər hesablar, o qədər şifrələr var ki, artıq onu qoruyarkən belə əslində sən daha çox təhlükə yaratmış olursan özün üçün. Bunun müddəti ilə əlaqəli ola bilər, bunu harda store elədiyi ilə əlaqəli ola bilər. Burada bəzən internet biz deyirik ki, okey, texnologiya bizə sürət qazandırmalı, texnologiya bizə rahatlıq qazandırmalıdır. Amma bu riski artırırmı? Bəli, mütləq artırır. Texnologiya bizə riski artırır, hər zaman da artıracaq. Hər yeni şey düşünərkən mütləq bunun risk tərəfini düşünməliyik. Birinci o tərəfini düşünməliyik, sonra addım atmalıyıq. Çünki o riskin qarşılığında əldə olunacaq nəticələr bəzən heç geri dönülə bilinməz. Hal-hazırda AI-dır, deepfake-dir, biraz əvvəl qeyd etdiyiniz şeylərin içərisində burada çox ciddi şəkildə qanunvericilikdə hələ ki həll olunmamış məsələlər var. Dövlət səviyyəsində, dünya həssində mən həmişə deyirəm ki, artıq AI üzərinə bir BMT kimi bir təşkilat qurulmalıdır. Bütün bir neçə millətlər birləşməlidir. AI-in idarəçiliyi baxımından qaydalar, çərçivələr təyin olmalıdır. Keçən dəfə belə bir məsələ vardı. Bunun üzərində müzakirələr də gedirdi. Sonuçta biz keçən ilə qədər, yəni keçən il dediyim AI gələnə qədər, süni intellekt həyatımıza girənə qədər biz texnologiya alətlərini istifadə edərək nələrsə yaradırıq. Doğrudur. Məsələn, gəlin daha sadə dillə bunu belə ifadə edeyim ki, texnologiya alətini istifadə edib bir şey yaratma nə deməkdir? Photoshopda bir şəkil düzəldirəm. Bir insan başını kəsib başqa bir insan bədəninə qoyaraq, mən burada əslində ki, bir cinayət işi görmüş sayılıram. Yəni, bunu pis niyyətlə istifadə etsiniz əlbəttə. Bəli. Söhbət pis niyyətdən gedir. Yaxşı, nəyə görə Twitter'da, nəyə görə başqa bir yerdə, Grok'da, o bir ChatGPT'də, Gemini'da mən deyəndə ki, bu adama belə paltar geyindir. Burada suçlu Gemini olur ya da ChatGPT olur. Burada əslində suçlu elə əmri verəndir. Sadəcə olaraq buradakı ən vacib olan məsələ buradadır ki, o bir alətdir. Hələ ki Onda belə deyək, AI bizim işimizi rahatlaşdırır yoxsa daha riskli eləyir? AI bizim işimizi rahatlaşdırır, həm də daha da risk verir. Gəlin mən də sizə belə cavab verim. Çünki burada AI dediyimiz bir alətdir, sadəcə daha yaxşı alətdir. Kalkulatorun daha mükəmməl formasıdır. Kalkulator ilk dəfə çıxarkən bu oturduğumuz otağın bəlkə də 3 böyük ölçüdə. Və həmin vaxt riyaziyyat müəllimləri miting eləmişdilər ki, Bəli. kalkulator bizim işimizi əlimizdən alacaq. İndi AI haqqında yeni şey Hətta deyirik biz. qəzetlər, hələ də manşetlər mən xatırlayıram, şəkillər də var. Kalkulator imtahanlarda qadağan olmasına bağlı olaraq, amma mənim oxuduğum universitetdə kalkulator da azad idi, kitab da azad idi. Nəticə olaraq biz həmişə onu başa düşürdük ki, insanın ortaya qoyacağı iş 2/2-nin nəticəsini tapmaq deyil. Niyə görə mən 2/2-ni yazmalıyam oranı düşünməkdir. Burada düşüncə forması təyin olmalıdır. Yəni, qısaca anlatmaya çalışım budur ki, AI bir varlığa dönüşənə qədər, nə vaxt dönüşəcək ya da dönüşəcəkmi bu ayrı sualdır. Amma ora dönüşənə qədər ki olan bütün proses adi bir alətdir, texnoloji alətdən o tərəfə keçmir, kalkulatordur, çox sadədir, mən bunu belə ifadə edim. Ona nəsə elətdirmək, onun elədiyi demək deyil.
Sən ona eləməyin əlaqədir. Necə ki Photoshopda mouse götürüb hansı menü içərisində bir şey kəsirəmsə, AI da başqasından bir paltar geyindirir ya da fərqli dəyişirsə və burada deepfake istifadə olunaraq insanlara şantaja yönəlik hadisələr baş verilirsə, bunu edən adam da günahkar. AI burada günahkar deyil. Yaxşı, onda belə bir sual çıxır ortaya ki, bir, insan niyə bildiyi halda yenə aldanır və bir də bu dəyişikliklər bizi nə qədər narahat eləyir? Yəni bu texnologiyanın bu qədər dəyişikliyə nə qədər hazırıq? O zaman gəl mən desə belə insan bildiyi halda niyə xəta edir? Xəta insana məxsus olan bir xüsusiyyətdir. Ona görə də aldanma bundan sonra kömürdə də insanlar yenə aldanacaqlar. Sadəcə olaraq bunu biz uşaqlıqdan öyrədə bilsək əgər, ailə içərisində, gündəlik həyatımıza və başa düşsək ki, süni intellekt, kiber təhlükəsizlik əslində qorxulu ya da ki bir kosmosa roket göndərmək kimi bir şey deyil. Bu normal gündəlik həyatımızda. Necə ki televizoru istifadə edəndə pulta basırıq, orada bir knopkanı basırıq, orada açılır. Evdə bəzi uşaqlar üçün qadağaları qoyuruq. Bu eyni zamanda süni intellekt üçün də, bu eyni zamanda belə deyim, kiber təhlükəsizlik tərəfdə də gündəlik həyatımızın içinə girməlidir. Biz ondan qaçmalıyıq. Özəl bir peşə kimi yox. Biz bir kiber düşüncəli olaraq, yəni əgər biz artıq gələcəkdən danışırıqsa, texnologiyalardan istifadə edəcək uşaqlardan danışırıqsa, bu arada mənim şəxsi düşüncəmdir. Bəli. Siz fərqli Məsələn, bunu bir sadə belə onunla birlikdə siz cavablandırarsınız. Deepfake hadisəsində compliance olaraq, qaydalar olaraq belə deyək, məsuliyyəti kim daşıyır? Yaradan, paylaşan, yoxsa yoxlayan? Bu suala sizə əminliklə cavab verə bilərəm ki, bu sualın cavabını hər bir ölkə bir şəkildə cavablandıracaq. Bəli. Buna vahid cavab yoxdur. Niyə sualı versəz, belə bir sadə bir izah eləyim. Məsələn, Avropa İttifaqının GDPR dediyi Və hər ölkədə fərqlənir. Region fərqlənir bu söhbətdə. Məsələn, GDPR-ın əsas main ortasında duran hədəfi nədir? İnsan, yəni mən, mənim hüquqlarım və mənim privacy'm. ABŞ götürsək, ABŞ mərkəzində durur innovasiya və məsuliyyəti ötürür şəxslərə deyil, şirkətlərin üzərinə. Böyük iqtisadiyyatı olan və güclərdən danışırıqsa Çin bunu tamamilə dövlətin üzərinə götürübdür. Dövlət təhlükəsizliyə cavabdehlik daşıyır və bugünkü reallıqla, Azərbaycan reallığı ilə desək, bizdə bu həm dövlət, həm də kritik strukturlar nəzərdə tutulubdur. Bu bir növ bizdəki müəyyən qədər stabillik və balansa xidmət edən şəkildədir. Bir növ biz innovasiyanı biraz yavaşlatmağımızın arxasında sürətli gedib böyük risklərə rastlaşmaq və bunun altından çıxıb-çıxmamaq sualları çox olduğu. Məsələn, qanunvericilik bu qədər texnologiyanın sürətli inkişafı ilə davam edə bilirmi, çatdıra bilirmi deyə baxsaq, məncə geridə qalır və bu çox normaldır, geridə qalmaz. Mən əslində normal qəbul etməzdim bunu. Çünki 10 ildir süni intellekt belə deyək də ayaqlarını yerə basa-basa gəlirdi, səsini də eşidirdik, hətta biraz belə bir metafor eləyim. Amma heç bir dövlətlər olaraq bir araya yığışıb bir qanunverici üzərində bir şey düşünmür, eləmədilər. Çünki niyə? Çünki nə gəldiyini bilmirdilər. Süni intellekt deyirdik, amma o neurolanguage necə işləyəcəyini heç kim təxmin eləmirdi. Heç bu dəqiqə yazanlar da o tam olaraq datasetlərin içərisində LLM-lərin tam olaraq niyə o nəticəyə gəldiyini çox da bilmirlər, fərqində deyirlər. Amma hər bir ehtimalda biraz əvvəl dediyim məsələdə, məsələn, bir qanun olmalıydı. Amma hazırda o qanun da yoxdur. Mənim AI ilə hazırladığım məhsul kimə aiddir? Bu qanunvericilik çərçivəsində intellectual property olaraq müəlliflik hüququnun qorunması çərçivəsində ölkələrdə fərqli yanaşmalar var. Mən bir öyrənməli çox fərqli şeylərdən ifadə edəcəm. Musiqi əsəri yaratmaq, şəkil yaratmaq, content yaratmaq. Mənim yaratdığım film yaradılır artıq. Film yaratmaq. Müəlliflik hüququ kimdədir? Yaradandadırmı? Yoxsa yaradan dediyim, yəni mən promptlarımı verərək hazırlamışam. Məndədirmi? Yoxsa o alətdədirmi? Alətin şirkətindədirmi? Ya da ki, ümumiyyətlə burada yaradılan məhsulun ilham alma qaynağı ki, heç bir halda bu tapılmayacaq. LLM-in çünki orada gedib hardan ilham aldığı heç kim bilmir. Amma təxmin edə bilirik. Təxmin edərək necə biz orada müəlliflik hüququ olaraq onun bənzədiyi kimi kiməsə şey verəcəyik. Mümkün olmayacaq. Hətta mənim ağlıma belə bir şey gəldi ki, AI vasitəsilə hazırladığımız bir məhsul
başqa bir məhsulun müəllif hüquqlarına girirsə, Girir mi bilmirəm. bunun məsuliyyətini mövzudur. bunun məsuliyyətini kim daşıyacaq? Bu müzakirə mövzusudur əslində. Əslində yaxşı nöqtəyə toxundunuz və ölkədəki ayaqlaşma ilə bağlı fərdi məlumatların qorunması ilə bağlı Azərbaycan qanunvericiliyindəki qayda müəyyən qədər məlumatların toplanması, saxlanması və emalı ilə bağlı müəyyən belə deyək restrictionları qoyubdur. Sadəcə olaraq bu qoyulmuş restrictionların tətbiqi və buna nəzarət, bu mexanizm tam tətbiq olunmayıbdır. Qayda olaraq orada kifayət qədər çox açıq şəkildə müəyyən anlayışlar və bu anlayışlara necə riayət olunması ilə bağlı müəyyən məlumatlar var. Hə, bugün mənə sual versəz ki, bir texniki əməkdaş olaraq bu qaydalara riayət eləyərək eyni zamanda da bu qaydalardan yan keçmək mümkündürmü? Bəli. Əsas səbəb nədir? Bu proseslərə monitoring, bu proseslərin daha da bir növ belə deyək də kiçik sahibkar üçün qoyulmuş qayda kritik infrastrukturlar və böyük sahibkarlar üçün qoyulmuş qaydadan fərqlənməlidir. 100%, əlbəttə. Və bunların daşıdıkları risklər və bunların üzərlərini götürəcəkləri risk bir-birlərindən risk iştahalardır. Bir-birindən birmənalı şəkildə Bəlkə burada sahibkar yox. Burada elələm sahibi olaraq ifadə etsək sanki daha yaxşı olar deyə düşünürəm. Kontekstə görə bəli, bu kontekstdə elələm sahibi də deyə bilərik. Hə, çünki AI baxımından dataset yaradan tərəfdən götürsək, sanki mən sizə anladım əslində orada çox fərqli kontekstləri görəcəyik. Yox, ümumiyyətlə kiber təhlükəsizlik qanun və qaydalarından danışsaq, Bəli. Məncə də tam Bəli, bir növ bölünməlidir. Yəni, tam bölünməlidir. Qoyulmuş bir kontrol, misal üçün çəkirəm, bugün banklar üçün regulyator Mərkəzi Bankdır. Mərkəzi Bankın, misal üçün, qoyduğu bir qayda, böyük banklar üçün onun finans gücünə və digər şeylərə cavab verdiyi üçün o qaydalara cavab verə bilir. Mən bu daha bu formada... Kiçik banklarsa, misal üçün, o kontrolların tətbiqi onun üçün prioritet deyil. Çünki ona xərcləyəcəyi pul qoruduğu təhlükədən daha böyük məbləğdədir. Yəni 200 minlik... Xərci borcunu ödəmir. Bəli, 200 minlik bir atakı müdafiə eləmək üçün 2 milyon manat xərcləmək onun belə deyək də risk iştahasında qəşəng bir mövzudur. Açıq mən deyirəm o qədər pulu xərcləməyə dəyər. Başa düşdüm. Reputasiyanızda işin içinə qataq biz burada. Burada belə bir şey var. Feasibility üzərinə danışırıqsa, mən isə başa düşürəm ki, okey, bəlkə də bu dəyməz deyirik, Astanın üzü Astana baha gəlir. Yaxşı, bu konsumer tərəfdən baxdıqda, yəni istifadəçi tərəfdən. Mənim üçün A bankı, B bankı oturub bütün bankların şeyinin baxmalıyım, bu böyük bank diyorsa, bu kiçik bankdır. Mən pulumu oraya qoyuramsa, mən bunu qorumağını istəyirəm. Bəli. Okey, yəni dediyiniz misal üzərinə gedirəm. Bəlkə başqa misallarda fərq edir. Mən pulumu bir banka qoyuramsa, bank bunu qorumağını istəyirəm. Dövlət də zaten bir miqdara qədər bunu sortalayır məsələlərdə. Şimdi bank hansı şərtlər çərçivəsində onu qoruyacaq, qoruymayacaq? Bu artıq belə deyək. Məsələn, mən neçə dəfə başıma gəlir və heç vaxt heç bir bankdan real olaraq bir cavab ala bilmirik. 3D Secure aktivdir. 3D Secure aktiv olaraq işləməlidir. Orada kartda o qeyd olunur. 3D Secure olmadan kartdan pul çıxır. Heç bir bank məsuliyyəti boyunu götürmək istəmir buna mal olaraq. Böyüyündən kiçiyinə qədər. İndi bu Mərkəz Bank burada bir qayda qoyularsa, bu misal üstünə getməyə çalışıram ki, daha aydın izah edə bilək dinləyənlər üçün də. Burada bir qayda qoyanda böyük və kiçiyi ayıracaqmı? Xeyr. Bu bəzi belə deyək, buna belə cavab verim. Ümumiyyətlə istənilən bir çərçivənin, yəni framework dediyimiz çərçivələrin istənilən bir sertifikasiyadan keçmiş böyük ISO olsun, COBIT olsun və digər NIST olsun və s. Bunların hər birinin kontrol listi olur. Bəzi kontrollar must, bəzi kontrollar nice to have, bəzi kontrollarsa recommendation xarakterlidir. Eyni formada da qoyulmuş qaydalar, mənim cümləmin əvvəlindəki o kiçik sahibkarlar və böyük sahibkarlar dediyim kateqoriyanı və bunu bir növ banklara üzərinə gətirməyimin məqsədi budur ki, bəzi kontrollar hər kəs üçündür, bəzi kontrollarsa böyüdüyünə görə sənə lazımdır definitionları ortaya qoymalı. Əslində burada çox maraqlı. Burada məsələn belə şey də ola bilər deyə düşünürəm. Tutaq ki, kiçik bankdan kontrollar, Mərkəzi Bank, mən sizə razıyım əslində, fərqli olmalıdır. Amma bunun doğru sərhədləri çəkilməlidir. Tutaq ki deyirəm, online payment-a
Girirsənsə, istəyir kiçik ol, böyük ol, qaydalarımız budur. Kiçiksənsə, bunu etmirsənsə, ondan qiyməta girmə. Ya da Sadəcə- hazır bizim dəstəklədiyimiz, təsdiq edilmiş Ya da ki, bu məhsullardan, formatda sörf partilərdən Bu istifadə kimi edir. şəkildə yönləndirmələrlə əslində kiçik böyüklər arasında həm lisey imza alınmasında, həm istifadə olunan qaydalarda bu dəyişikliyi göstərərək əslində onlara kömək də oluna bilər. Birmənalı. Birmənalı və bugünkü gün əslində Mərkəzi Bank və digər regulyatorlar bu məsələlərə ciddi nəzarət eləyirlər və mən son illərin trendinə baxanda kifayət qədər yayınmaqda olan, kifayət qədər kontrollarını tətbiq eləməkdən yayınan bir çox yerlərə ciddi şəkildə belə deyək, nəzarət olunur və bunu eyni zamanda dövlətin digər regulyatorları tərəfindən dövlət strukturlarına və digər belə deyək, sahibkarlara da tətbiqini görürəm. Mən öz praktikamdan misal çəkəcəm. Bu kifayət qədər də yaxşı halda əvvəlki dövrlərlə səmimi olacam. Müqayisədə fərq var. Hə, bugün səmimi olsaq ki, istədiyimiz nöqtədədir, xeyir. Amma inkişaf var mı? İnkişaf görsənəndi, ona görə onu da danmaq olmaz. Mən Cəmur əslində bəy, öz tərəfimdən bir qeyd etmək istəyirəm ki, burada həm təhsil komitəsi olaraq, həm də maarifləndirmə baxımından ki, əməkdaşlar, hər kəsin Mərkəzi Bankada uyğun olaraq fikrimizi çatdırmaq üzərinə qeyd etmək istəyirəm ki, bankın içərisində bank əməliyyatlarını etmək və eyni zamanda oradakı olan əməkdaşlar üçün mütləq şəkildə kibertəhlükəsizlik baxımından, hətta AI-nin tətbiqi baxımından bəzi mini də olsa təlimlərdən keçməlidir. Bu təlimlər sadəcə videolar baxmaqla olmayacaq. Bu təlimlər bildiyin sertifikat tipində bir təlimlər olmalıdır. Səbəbi nədir? O kompüterin istifadəsi ilə bərabər mən orada məlumat alıram, ötürürəm, bir başqasına keçirəm. Məlumat sorğulamaq, mən bu dəqiqə görürəm ki, heç bir yerdə doğru düzgün loqlanmır. Böyük banklar daxil olmaqla bəzən də loqlanır, bəzən də loqlanmır. Loqlar nə qədər saxlanılır, Loqların- regulyatorların şərtlərinə nə qədər əməl Məsələn, olunur. loqlar saxlanıla bilər. Məsələn, buradakı loqların oxunması və oradan bir şey də çıxmalıdır ortaya. Nəyə görə? Məsələn, AI-in burada tətbiqi çox maraqlıdır və düşünürəm ki, əlzəmdir, hətta məcburi olmalıdır bəzi yerlərdə ki, bu loqlanmış olan materiallardan bari bir nəticə çıxmış olsun. Tamam, loqlanır. Reception'dakı çok doğru misal olmayacak ama başka bir şöbedeki bir nəfər başka bir şey sorguluyor ama hiç onun işi değil. Ve burada bir alert yaratılmalıdır vesaire kimi şeylerle. Bundan başka bütün yukarıdan aşağıya kadar olan birçok işçi minimum kibertəhlükəsizliyin bəzi fundamental bilikləri yönündə təlimlərdən keçməlidir. Awareness dediğimiz cyber awareness təlimləri ki, hansı ki Bəli, minimum kompüter istifadəsi kimi bir şeydir artıq məncə. Bəli, artıq bu mütləq şəkildə bu olmalıdır. Hətta AI ilə, daha doğrusu gəlin belə, deepfake-dən normalı ayırmaq üzərinə, təhdidi doğru başa düşmək üçün ki, biz də şirkət daxilində bir çox əməkdaşı buna görə sınadıq ki, görək nəticə necə oldu. Bu bütün banklar içərisində də indi biz bank üzərindən götürdük, çünki orada pulun qorunması üzərində. Əslində tam burada mən müdaxilə eləmək istəyirəm. Biz Mərkəzi Bankdan bayaqdan danışırıq və son illərdəki həqiqətən də görülən işlər, inkişaf və dəyişikliklər göz qabağındadır. Yəni Kamran bəyə tam qatılıram. İstədiyimiz yerə çatmışıqmı? Xeyr. İnkişaf varmı? Doğru istiqamətdə irəliləyirmi? Bəli. Bəs digər belə deyək, qurumlar və regulyatorlar hansı vəziyyətlər, məsələn, bunun içində biz təhsili qata bilərik, bunun içində səhiyyəni qata bilərik, məsələn, HIPA standartları Azərbaycanda tətbiq olunurmu, ya da səhiyyəmiz, təhsilimiz bu standartları Mərkəzi Bank qədər tənzimləyirlərmi? Mən açığı digər sahələrdə Mərkəzi Bank qədər ya da kritik informasiya strukturu qədər nəzarətin olduğunu düşünmürəm hal-hazırda və bu mövzuda biraz gecikdiyimizi düşünürəm. Çox gözəl əslində nöqtəyə toxundunuz. Regulyatorların bir növ öhdəliyində olan bir şirkətlər, dövlət strukturları və sair qurumlar olur. Hər birinin öz skopu olur və öz skoplarına uyğun qaydaları var və o qaydalar həmin qurumlara tətbiq olunur. Məndə olan məlumatda, məndə olan informasiya və bugünkü təcrübəm onu göstərir ki, hal-hazırda nəzarət proseslərində bugünkü gün ən çox fokus verilməli olunan tərəf və hal-hazırda da orada bir çərçivələrin olmadığı hissə daha çox aşağı yaş kateqoriyalardır. Bu söhbətə xüsusilə toxunacağıq. Məktəblilər, təhsil və oradakı digər regulyator hadisələr. orta yaş hansı ki şirkətlərdə çalışanlar, istər özəl sektor, istər dövlət sektoru. Bunlar avtomatik olaraq müxtəlif regulyatorlar tərəfindən tənzimlənir. Regulyatorların onlar üçün demirəm %100, amma böyük bir əksəriyyəti tənzimləyici və nəzarət mexanizmləri tətbiq olunmaqla bir kontroldadır.
sadəcə bu hissədən kənarda qalan hissə, hal-hazırda mövcud kənarda qalan hissə aşağı yaş kateqoriyalarıdır. Mən bura gəlməmişdən qabaq çox bir məsələ ilə bağlı bir görüşümüz oldu. Həmin görüşün içərisində AI mövzusu var idi və AI mövzusunun təhlükəsizliyi və oradan bir xarici vendorlardan, çalışanlardan biri idi. O çox gözəl bir dənə fikir bildirdi. Dedi ki, siz bilirsiniz ki 2023-cü ildən 25-ci ilə qədər çox acı da olsa bir mövzu açıldı bəlkə. Bu notification gedilir. Aşağı yaş kateqoriyaların deepfake-lə Cyberbullying deyək. cyberbullying də deyə bilərik. Bunun hətta şantajı və statistikası. Dedim, mən sadəcə sual verdim ki, rəqəmlər çox da ola bilər yadımda qalmasın. Fərq necədir? Dedi, məsələn, bu rəqəmlər biraz da yanlış ola bilər. Məsələn, 2023-cü il bu zərər çəkmiş sayı 5000 olub. 2024-cü ildə hər bir trendin bir faizi, bir düsturu olar. 2024-cü ildə bu 67 mindir. 2025-ci ildə bu yarım milyondur. Bu dəqiq elə bil ki, rəqəmlərdə bir yanlışlıq var. Yəni, demək istədiyim odur ki, bu benchmarkı, yəni acı benchmarka baxanda digər sahələrdə belə bir sıçrayışlar və belə bir fərq yoxdur. Bu ən böyük fərqlər, ən böyük problemlər bu artıq və yaş kateqoriyası olaraq da 12-15 yaş kateqoriyası arasına düşür ki, bu da sözümüzün və bu yaxda qeyd olunan məsələlərdə kontrollar müxtəlif yerlərdə, müxtəlif formada var. Müəyyən bir səviyyəyə çatıb, bəli, daha yaxşı ola bilərmi? Ola bilər. Amma bəzi hissələr var ki, tamamilə kontrollardan kənardadır. Bax, əsas fokusun düşünürəm ki... Burada da mən daha çox təsir tərəfindən ancaq diqqət edə bilirəm. Çünki kontrolların artıq olmadığını, olması gərəkdiyini çoxlu danışa bilərik, deyə bilərik. Hər yerdə də deyirəm əslində. Hətta biraz əvvəl qeyd edədiyim kimi, yəni dövlətlər, millətlər birləşib bunun üzərinə regulation gətirməli idi. O el-eləm onu yarada bilməliyik. Amma Artıq yaradır. Artıq yaradır və bu artıq kontroldan çıxıb. Ona görə bizim burada edə biləcəyimiz şey doğru maarifləndirmə. Doğru, çünki bundan əvvəl də olsa AI yaratmırdı, kamera ilə çəkib bir-birini edirlər, bullying edirlər, şantaj edirlər və s. Təhdid hər zaman var idi. Sadəcə olar, indi biraz daha ailənin üstünə məsuliyyət düşür. Əslində bunun bir keçən radyo çıxışımda qeyd eləmişdim ki, buradakı olan tərbiyə ya da ki, ailə içərisində təhsil üçbucaq şəklində baxılmalıdır. Ailə tək başına özünü çəkməlidir ki, mən məktəbə verdim uşağı, məktəb onu hər şeydən qorumalıdır, qutardı, getdi. Burada bir şey yoxdur. Ailə var, məktəb var, uşaq var. Bu üçü arasında bərabər təhsil paylaşılmalıdır. Amma bu söhbətlərin hamısı yeni söhbətlərdir və burada best case ssenariyo yoxdur ki, biz baxaq ona, nümunə götürək ya da valideynlər baxıb ona nəyi düzgün etməli olduğunu görsünlər. Mən çox üzr istəyirəm, burada bir dənə düzgün eləyir, səhv mi eləyir? Biz deyirik ki, yenidir. Məsələn, bildiyimiz qədər bu yaxında da gördük. Məsələn, Avstraliyada qərar çıxardıldı. 16 yaşından aşağı yaş kateqoriyaları sosial şəbəkələrin, baxın, hətta süni intellekt, sosial şəbəkələrin istifadəsi birbaşa qadağan olunur. Türkiyədə də təzə bunun üzərində çalışırlar. Amma bunu biz, Avstraliya bunu təxminən 20 il sonra elədi, belə deyək. Yəni, Yox, 20 ildir bu texnologiyalar bizim həyatımızdadır və indi bu qərar verilir. Gecikir aydın məsələdir və baxıb nümunə ala biləcəyimiz bir nümunə çox azdır. Yox, burada biraz yəni belə deyil də, ona görə deyirəm, ailədən başlanmalıdır. Mənim yenə də davam... Məsələn, valideynlər nəyi düz eləmir? Yaxşı, valideynlər nəyi düz eləmir? Yəni, burada mən qısaca belə ifadə edeyim. Valideynlərin düz eləmədiyi tərəf oradadır ki, valideyn uşağı, mənim uşağım geniusdur. Texnologiyadan çoxlu oynayır. Mən onu uşaq limitləri qoyanda, uşaq gedib lazımi alətlərə əl çatan olmur. Qadığı təhlükəlidir, yoxsa izah mı daha yaxşıdır? Yəni, bunu artıq müzakirə eləməliyik. İndi məsələ buradadır da. Valideynin yəni, düşüncə tərzinə baxar. Valideyn deyir ki, mənim uşağım geniusdur ya da texnologiyadan çox xoşu gəlir. Mən onun qabağına sərhədlər qoyanda, o gedib o digər şeylə AI ilə ya da ki, neysə proqramlaşma ilə ya da kibertəhlükəsini yeni şeylə öyrənə bilmir. Çünki o limitləri aşa bilmir. Mən ona görə ona hazır verirəm. Kənardan belə baxıram. Xeyr, birinci gəlin oradan başlayaq. İnternetdə illər boyu hal-hazırda da, Nazirliyində hətta dəstək elədiyi, orada bəzi verification olmuş ola bilir, illa adlarını bilmirəm. Kompüterə, telefona, modemə quraşdırıla bilən proqramlar var. Uşaqların haralarda firewall kimi, orada qadağaların yaradılması gərəkən. Birinci, ailə içərisində tətbiq olunmalıdır.
Biz bundan qaçmalı deyilik. Yəni birinci onu tətbiq etməliyik. Uşağın yaş limitinə görə texnologiya elə bir şeydir ki, mən uşağın yaşında, o yaşında texnologiyanı öyrənir, gələcəkdə genius olacaq cümləsi çox böyük yanlış mifdir. 10 yaşındaki bir uşaq texnologiyayla məşğul olursa, 20 yaşında o texnolog olmuş. O 20 yaşında tamamilə başqa sahədə, heç bəlkə tarixə marağı oldu, o tərəfə keçdi. Texnologiya çox çətin bir şey deyil öyrənilmək üçün. Pandemiya dövründə Mən sizin sözünüzə qüvvət. Mən izləyicilərdən də desəm, 2 övladım var və bu 2 övladımın arasında 3 yaş fərq var. Bugünkü gün sözünüzə qüvvət olaraq deyirəm ki, onların digər bir belə deyək də application vasitəsilə time limitlərindən yaş restrictionlarına qədər, hansı application'a nə qədər limitin qoyulmağına qədər bir valideyn olaraq bugünkü gün işlədiyim yerdə də kifayət qədər çox zaman keçirsəm də öz məsuliyyətim və öhdəliyim olaraq qəbul eləyib, buna zaman ayırıb, bunu tətbiq eləyirəm. Və bugünkü gün hansısa bir valideynin hansı formada nə cür işləməyindən asılı olmayaraq buna zamanının olmamasını bildirərsə və bildirirsə, mən səmimi deyirəm. Yəni, mümkündür ki, ona vaxt tapıb, 2 dəqiqə də olsa, 3 dəqiqə də olsa, vaxt tapıb, heç texnologiyadan başı çıxıb çıxmamağından asılı olmayaraq. O restrictionları ola bilər application vasitəsilə deyil, digər üsullarla da bir şəkildə qoymalıdır. Demək, Kamran bəy, belə deyək, siz bunun bir risk olaraq görürsünüz və tam olaraq da bu sahənin mütəxəssis olaraq bir riski dəyərləndirirsiniz və bunun qarşılığında bu reaksiyanı verirsiniz. Amma biz cəmiyyət olaraq yəni razılaşaq ki, risklərə çox gec reaksiya verir və hətta belə deyək, riskləri çox gec qəbul edirik. Yəni onun bir risk olduğunu qəbul etməkdə gecikirik adətən. Ətrafdakı digər texnologiyadan nisbətən uzaq olan və ya bunu risk olaraq qəbul eləməyəndə bir çox valideyn var deyə düşünürəm. Və burada da məktəblərdə məsələn deepfake mövzusu hələ də aktual deyil məncə. Yəni deepfake'i mən oradan eşidirik. Yəni bunlar tədris edilir. Mövzusunda Kamran bəyin qeyd etdiyi biraz əvvəl artan temp var, yüksək temp. Onun qarşısında nə işlə gördük? Yəni o yarım milyon uşağa qarşı hansı bir cinayət tədbiri mi deyim? Ya da gənclər bundan sonra texnologiya daha çox güvənməyə başlayacaqlar, onu daha pis niyyətlə istifadə etməyə başlayacaqlar. Bu tempə görə bir çox, məsələn, USA-in səhv eləmirəmsə 8-ə yaxın orada ştatların hər birinin öz qanunvericiliyi və qaydaları olduğu üçün 8 ştatda bu artan, belə deyək, məsələlərə görə eyni Avstraliyadakı modelin bir başqa formasını artıq 16 yaşdan aşağıların ümumiyyətlə sosial şəbəkələrdən istifadədən əlavə bir çox AI modellərdən istifadəsi ilə bağlı restriction və həmin restrictionlarda keçmək istəyən uşağın AI içərisində çalışan, həmin yaş kateqoriyası üzrə çalışan modelin həmin sorğulara bir çoxuna reject cavabı ilə verilməsinin üzərində, qanunvericiliyin üzərində düzdür çalışılır, amma qanunverici çıxmamışdan qabaq artıq bu blockinglər tətbiq olunubdur. Çində bunu dövlət səviyyəsində olunur. Bu sonraki etapdır da yəqin ki. Mən üçün maraqlı gələn odur ki, bura qədər olan şeylərdə dövlət olaraq ya da polis ya da ki güclər nə qarşılıq cavab verib? Yəni onları sonuçta gəlin belə deyək də, biz bəzən deepfake deyirik, kiber təhlükəsizlik deyirik, yəni onu qoyaq qırağa. Düşün ki, bu real hadisədir. Real olaraq bullyingdə, real olaraq şantajda, real olaraq bir nəfər, bir başqasının yəni gizli görüntülərini çəkib bunu paylaşmaqdakı olan cəza nədir? O cəza bunları tətbiq olunubmu? Tətbiq olunmayıbsa daha çox yayılmağa və daha çox edilməyə başlayacaq. Yəni biraz o tərəfdən, yəni sonuç nəticə etibarilə bəzi şeyləri indi insana aşacaqlar. Texnologiya inkişaf etdikcə insanlar da onu aşmaqla bağlı inkişaf edəcəklər. Qarşılıqlı bu bir şeydir. Mütəmadi bu belədir. Burada vacib olan məsələ yaxşı qarşılığındakı olan cəza mexanizması hansı formadadır? Cəza mexanizmaları qurulubmu? Bunları yaxşı yoxlaya bilirlərmi? Düzdür, ortaya çıxdıqdan sonra yalancı adamı o mən bəzən düşünürəm ki, okey, deyək ki, cəza var, amma nəticə etibarında olmayan bir şeyi mənim adımdan çıxardı, bütün qohumlarıma yaydılar. Bu avtomatik olaraq bir ləkəyə bənzər, tamam, ləkə qalmaya bilər, qala da bilər, amma bu uşaqlarda bu qorxu var. Biz yetişkinik, bunu başa düşürük, amma bu 12 yaşlı bir nəfərdir, 13 yaşlı bir qızda, deyək ki, belə bir şey başına gəlmiş olsa, çox ciddi bir travma. Ya da belə fikirləşək ki, valideyni bunun real olduğuna inanır
və öz uşağını cəzalandırır, hansı ki bu fiziki bir zədəyə də səbəb ola bilər, psixoloji bir travmaya da səbəb ola bilər. Üstüne bir gün keçəndən sonra bu deepfake imiş. O Ya zaman da saxta bir bəlkə video əvvəlkidən yəni. nisbətdə daha cəza da artmalıdır. Yəni ona görə mən açığı bu cəza tərəfində çox da bilmirəm hansı formada cəza tətbiq olunurmu Azərbaycanda reallıq olaraq. Sadəcə olaraq ən çox çalışdığım və yönləndirmə etdiyim çalışma odur ki, necə uzaq dura bilərlər, necə uzaq dursunlar. Nəzarət önəmlidir. Məktəb içində də artıq önəmlidir. Artıq məktəbdə belə deyək də, sadə ənənəvi yollarla nəzarət mümkün deyil. Olmamalıdır. Məktəblərin hamısının nəzarət üçün biraz daha təkmilləşməlidir. İstifadə elədiyi texnologiyalar ola bilər, məktəb içərisindəki olan Wi-Fi, internet mexanizması ola bilər, məktəb içərisində olan telefon selülar olaraq oradakı olan çəkim gücünün bəlkə orada müdaxilələr ola bilər. Fərqli formalarda məktəbə özəl yeni nəzarət sistemləri düşünülməlidir. Çünki köhnə ənənəvi yöntemlə yeni texnologiyanı nəzarətdə saxlaya bilməyəcəyik. Burası müzakirə istəyən, burası dəqiq olan bir şey. Mən hətta məsələn siz danışıq əsasında formalaşan fikirlərdən birindəyim ki, məsələn burada providerlərdə müəyyən bir behavior analizinə, məsəl üçün atıram, Kamran gün ərzində yaş kateqoriyama görə girdiyim, research elədiyim məlumatlarla aşağı yaşlının research elədiyi məlumatlar fərqli olduğuna görə sadəcə bir behavior analizi işləməklə həmin providerin ortalama təyin eləyirsə ki, bu 13 yaşlı birisidir, bu internetdən istifadə edən, həmin IP üzərindən birbaşa MAC üzərindən, yəni verilmiş e-mail kodu üzərindən ona avtomatik özündəki bir restriction age kateqoriyasını tətbiq eləməklə, yəni hər şeyi, yəni belə deyək də, şəxslərə deyil, burada öz öhdəlikləri olan, əlində imkanı olan strukturlar da deyimmi, providerlər mi deyimmi, şirkətlər mi deyimmi, bunlar da bu məsələyə baxmalı. Çünki səmimi olacam, baş verən hadisələr, bundan əziyyət çəkən şəxslər sabah bizim qonşumuz, bizim qapı bir qonşumuz, yaxınımız, ətrafımızda ola bilər deyənə məsələyə bu aspektdən baxıb hər kəs buna daha ciddi fokus verməlidir. Yəni şəxsən mən internetdə çox Elon Musk kimi, Mark Zuckerberg kimi daha ciddi görünən, yəni ciddiyyətsiz çox hərəkətləri var, amma ümumiyyətlə belə deyək, dünya səviyyəsində tanınan insanların bu AI ilə hazırlanmış fərqli görüntülər, deepfake ilə hazırlanmış şeylərin məzə mövzu etmələri məncə çox ciddi şəkildə problemdir. Bu məzə mövzu pis nümunə olar deyə bilərik. Çox ciddi şəkildə pis nümunə olar. Yəni təsəvvür edin ki, bir ara məşhur ki olmuşdu indi. Burada qeyd edim ən azından, çünki bəlkə də hamı fərqindədir. Twitterda hamı Qroka deyir ki, ona bikini geyindir, buna bikini geyindir və s. Alman Başbakanı, baş nazirindən tutun da, yəni kimlərə bunu elətdirdilər. Hamı birine dedilər keçdi. Sanki heç olmamış kimi. Biz də burada oturub onu danışırıq ki, bunu necə uşaqlara yansıtmayaq. Təbii ki, bu uşaqlara yansıyacaq. Bu ailə içərisində yansıyacaq. Bu uşaqlar da bir-birinə sinif içərisində bunları edəcəklər, başqalarını edəcəklər və s. Ona görə, bəli, nəzər bir neçə fərqli tərəfdəndir. Ya qayda, qanun çərçivəsində ən üst səviyyədə düzəlməlidir, amma o çox uzun çəkəcək. Onu gözləməyə vaxt yoxdur. Onun yerinə həm ailə, həm məktəb, həm tələbənin özündə maarifləndirmə tərəfindən üç tərəfli, eyni zamanda nazirliklər səviyyəsində də təkliflər kimi. Məsələn, ailə içərisində uşağı idarə nəzarət edə bilmək üçün bu alətləri belə istifadə edin. Biraz da sizin dediyiniz məsələ kimi. Məsələn, mən telefonda belə, telefon üzərindən bu ola bilər. Hətta daha da spesifik. Androiddə bu, iOS-da bu formada, modemdə bu formada, internet provider bu formada, internet providerların üzərinə bəzi qadağalar gəlməlidir deyə düşünürəm ki, artıq bunun qarşısını almaq üçün. Ancaq biz belə bu dünya çərçivəsində məsələ həll olunana qədər biz özümüzü belə qoruya bilərik deyə düşünürəm. Və çox üzr istəyirəm, burada bir əlavə məktəblərdə ənənəvi uzun illərdə olan valideyn iclası dediyimiz bir iclas var. Bu iclasların təkliflərimdən və mən belə eləyərdim dediyim nöqtələrdən biri, mən mütləq şəkildə ayın bir gününü sırf həsr eləyərdim hazırda mövcud olan problemlərə və mövcud olan problemlərlə valideynlərə tövsiyələrə. Valideyn, baxın, sənin uşağın telefonla çox vaxt keçirdir. Sən onun oyun oynayıb oynamadığını nəzarət eləyirsən, eləmirsən, bu başqa mövzu. Süni intellektlə
başqa birisinin şəklini, başqa birisinin bir mövzusunu, onu bir şəkildə ona təsir eləyəcək məsələlərə necə nəzarət edib eləmirsəni bir valideyn olaraq düşünürəm ki, öhdəlikdir və bunu qurumlar diqqətə almalıdır, inanıram ki, almalıdır. Məsələn, biz indi akt olaraq düşünürük ki, məktəblərdə müəllimlərə özəl təlimlər keçək, müəllimlərin həm bu sahədə, həm kibrit təhlükəsizlik sahəsində, ümumiyyətlə sinif içərisində tələbələrlə olan münasibətdə onlara təlimlər keçək və daha yaxşı hala gətirək. Amma tək başıma biz bunu daha da böyük ölkə üçün bacaracağıq, bunu çox çətindir. Mümkün nədir? Burada biraz daha belə deyək, mən fikirləşirəm ki, fənlərin içərisində tələbələr üçün, şagirdlər üçün baxanda əmək təlimi deyə bir fən var idi, mənim yadıma gəlir, bilmirəm, hələ də varmı, yoxmu, bilmirəm. Bədən tərbiyəsi var idi, ənəvi olaraq. Bilmirəm, rəsm də var idi deyəsən, rəsm xətt dərsi var idi şagird dönəm vaxtımızda. Bunun yanı informatika dərsi ayrıdır, fikrimcə. İnformatika başqa şeydir. Biz informatikanın kompüter istifadəsini öyrənə bilərik, tamam, başa düşdüm. Amma kiber təhlükəsizlik ya da ki, ümumiyyətlə kiber mindset deyim, ya da ümumiyyətlə təhlükəsizlik baxımından öz hüquqlarım, yeni dünyada, rəqəmsal dünyada mənim hüquqlarım nədir? Mənim hüquqlarımı kim pozur, necə pozur? Fiziki dünyada hüquqlarımızı ailə çərçivəsində, məktəbdə bəzi fənlər üzərində öyrədirlər. Toxunmaq olmaz, toxunmaq nə qədər olar, vurmaq nə deməkdir, limiti nədir, çərçivəsi nədir? Yaxşı, fiziki olmayan dünyada, rəqəmsal dünyada bunun çərçivəsi hara qədərdir? Mənə bir su söyə bilərmi, mən bir su söyə bilərəm, ya da hansı səviyyəyə qədər bunlar olmalıdır. Bu çox sadə şeylərin misallarımı verirəm, amma bunun daha dərin də, özünüz də fantaziyalarınızı quraraq düşünə bilərsiniz əslində burada. Ona görə burada yeni bir fən bəlkə də yaradılmalıdır ki, rəqəmsal dünyada təhlükəsizlik, özü hüquqların qorunmaq, ümumiyyətlə bunun daha fərqli etik çərçivələr. Çünki biz etikadan çox az danışmışıq məktəb içərisində. Bu tərəflərə fokuslandıqda artıq çünki uşaqlar hələ də rəqəmsal dünyanı oyun kimi görə bilirlər, şagirdlər deyil. Rəqəmsal dünya bir oyun deyil. Tamam, bir qabancı monitorun arxa tərəfində real bir dünya var. Bu kino deyil, amma uşaqlar onu başı düşənə qədər, anlayana qədər ki, monitorun arxasındakı olan ki, teatral bir hərəkətlər deyil. O ancaq kinolarda olur, teatrlarda olur. Burada real dünyadır. Orada elədiyin hər bir addımın cavabdehi daşıyırsan. Yəni, tamam, mən belə o vaxtı bilmirdim, texnoloji yönümlü bir təhsil almağına baxmayaraq ki. Amma fərqindəydik, o ayrı məsələ də yenə də bunu deyim. Kredi kartlı məlumatını uğurlayaraq alınan domain əslində orada çox bir cinayət işidir. Hətta bəlkə də onun üçün almışıq, xəbərimiz yox. Nə istədiyi vaxt sahibliyindəki ala bilər həmən domainlərin belə baxanda. Yəni, bu kimi şeylər də öyrədilməlidir, göstərilməlidir və gizlədilməməlidir eyni zamanda. Bunlar biraz da ciddi şəkildə, açıq şəkildə tələbələrə baxın, praktik olaraq bunları göstərərək anlatılmalıdır və digər də mexanizmalar da tətbiq oluna bilər. Burada əslində, buyurun. Buyurun. Çox yaxşı bir fənlərin adını çəkəndə fikir verin, fənlərin adındakı şey bədən tərbiyəsi dedik, bədənin tərbiyəsindən. Elə onun bədən tərbiyəsinin arxasında bir beyin tərbiyəsi adında, bir ruh tərbiyəsi adında bir kiçik bir dərs də əlavə olunsa və yaxud da bir modulda olsa, bu da eyni bədəni tərbiyə elədiyi kimi beynin də tərbiyə olunması müəllimlər. Yəni, düşünürəm ki, öyle həmişə lazım idi. O, sadəcə o bəzi fənlərin içərisində bəlkə də yer edilir deyə, yox, bilmirəm. Bunun üstünə bir neçə məqamı birləşdirmək istəyirəm. Sintetik media, təcililik və bir də sosial mühəndislik. Bunların üçünü birləşdirəndə çox güclü bir silah ortaya çıxır. Hansı ki, bir çox adamın hal-hazırda aldadılması, fraudlar olsun və ya kiberəduzluğun qurbanı olmağın arxasında bu üçü dayanır. Rahatlıqla bunu deyə bilərik. Məsələn, bir valideynin öz övladının səsi ilə gələn zəngi sorğulaması həmən an üçün çox da real deyil. Yəni, o həyəcanlı işin içinə qatanda, o təcili işin içinə qatanda və ya müdürdən gələn bir zəngin, telefon nömrəsinə baxırsan, müdürdən gəlir, danışıq səsi müdür, danışıq səs tonudur, danışıq tərzi də eynidir. Məsələn, burada mən hətta sualımı belə sonlandırırım ki, deepfake-ə aldanıb səhv edən bir işçinin məsuliyyəti necə ölçülür? Çox maraqlı. Yəni, adam deepfake-ə aldanıbdır və çox ciddi bir xəta edibdir və deepfake-ə siz də baxırsınız, biz də baxırıq, digər mütəxəssislər də baxır və bunun
çox da bir rahatlıqla tutula Böyük biləcək ihtimal- bir şey olduğunu görmür. Və burada bunun məsuliyyətini kim telekomu daşıyır? çəkəcək kənara. Mən burada telekomu günahkar götürürəm. Birinci mən anama zəng edib mənim nömrəmlə. Bu belə bir şey olmuyor amma ehtimal edirəm ki, belə bir Amma şey. ətrafımızda bunu çox eşitmişik. Bəli, bəli. Mən elə yəni ki, bu çox çətin bir prosesdir, amma yəni kimsə bu məsələni icra edirsə, qarşılığını çox böyük bir şey gözləyir. Xırda bir məsələlər üçün Çox üzrəm, amma çox xırda şeylər üstündə hal-hazırda bu proseslər, bu dələduzluqlar baş verir, çox təəssüf baş ki. verirsə, Xırda məbləğlər üçün belə baş verir. burada bizim edə biləcəyimiz heç nə qalmır. Burada mən anama heç bir maarifləndirmə şeyi keçə bilmərəm ki, həyəcanla zəng olunub. Səsim deyək ki, dublikat keçirilir və orada bir heyecanlı danışıq var. Nömrəm də eyni nömrədir. Anam nə edə bilər? Burada əslində siz özünüz belə cavabın içərisində, sualın içərisində birinci cavabda bir növ dediniz, providerlərin, kolun bir source destination var. Bəli, bəli. Və misal üçün provider bizlərə bu imkanı yaradırsa ki, mən anama gələn zənglərin yalnız bu sourcelardan olmasını configuration eləyirəmsə, X source-dan gələn bir zəngin avtomatik olaraq reject olması olacaq. Bu, hər kəs bunu eləməsi, yəni bu texnik olaraq mümkündür, bəli. Hər kəsin bunu eləməsi uzun zaman alır, tez-tez nömrələr dəyişir. Amma bir source-dan eyni vaxtda bir neçə nəfərə müxtəlif səslə, müxtəlif zamanlarda kollar gedirsə və bu fraud kimi bir neçəsi şikayət olunursa, avtomatik olaraq provider həmin tip nömrələr, həmin tip ssenariləri Anomali olaraq görməlidir antifraud artıq. toollar var ki, hansı ki bu antifraud toollar Vallahi mən bu vaxta qədər banklardan anomali olaraq gördüyüm heç bir şeydən zəng gəlməyib. Normal gecə vaxtı xarici bir yerdə almışam, o da zəng edirlər. Biz çox yaxşı işləyirik. Çox yaxşı işləyirsiniz demək, real praktikada eləməmişsiniz amma. Bəli. Yəni lazımsız yerdə bloklayıblar. Xaricdəyəm. Xaricdən bir şey alırım, diyorum kartım bloklanır. Niyə ki biz bunu təhlükəli gördük. Niyə təhlükəli gördün? Vacib təhlükəni görmürsən, təhlükəli şeyi təhlükəli görürsən. Bu onların problemi. Yəni sanki varmış kimi göstərirlər, amma əslində bacarıqsızdılar. Mən burada biraz daha sərt formada deyə bilərəm. Bu telekomlarda da belə deyil, providerlarda da, banklarda da qoruya bilmirlər. Hal-hazırda problem oradadır ki, vətəndaşı, xalqı bu formada qoruya bilmirlər. Ona görə də burada ən önəmli məsələlərdən birisi budur ki, biz nə edə bilərik? Burada ən yaxşı yöntəm, maariflənmə yöntəmi budur ki, biz birbirimizin tanış olarkən, tanışdığımız çərçivəsində, ailə içərisində və s. biz özümüzü klonlaya bilmərik. Daha doğrusu bizim özümüzü klonlaya bilməyəcəklər. Yəni beynimizi, ideyalarımızı, danışıq tərzimizi, repliklərimizi, mimikalarımızı ya da ki bunu klonlaya bilməyəcəklər. Bəlkə də gələcək bunu klonladılar. Bu məncə çox böyük tanışmayaq bu mövzuda. 5 il əvvəl indiki vəziyyəti də təhlil edə bilmirlər. Amma yəni bəlkə o qaydalar inşallah o vaxtın qabağını kəsər mənasında deyirəm. Bu gün üçün bu dəqiqə bu yoxdur da. Bu gün üçün ancaq dublikat səs tonunu kopyalaya bilərlər. Bəlkə nömrəni də klonlayıb, sanki o nömrədə mənə zəng gəlirmiş kimi zənglər gələ bilər. Belə olan halda nə ola bilər? Rutinlərə diqqət etmək lazımdır. Keçmiş vərdişlərə baxmaq lazımdır. Münasibətdə, dostluqda, ailədə və s. şeylərdə. Əgər rutinlərdən kənar bir hərəkət varsa, 2 dəfə sual etmək lazımdır. Doğrudan da mənim oğlumdur, yoxsa yox. Vərdişlərdən kənar, normalda danışıq tərzinə yönəlik olaraq, istəyə yönəlik olaraq, belə bir şey heç o istənməyibsə, valideyn bunu 2 dəfə ya da kimsə tanışdığımız bu şey varsa, onu bir dəfə düşünməliyik. Məncə birinci etap budur. Yəni ilkin etap budur. Növbəti etap odur ki, yəni burada qorumaq çox çətindir, açıq deyim. Yəni ən vacib bu dəqiqə alma gələn bu hissə gəlir. Hal-hazırda bunun yenə də bu dediyimə bənzər Telegramda var. Ona görə Telegramdan gələn zəngləri bir çox şeydən uzaq durmaq lazımdır. Telegramı maksimum dərəcədə. Telegramda yazışmaları və s. şeylər ola bilər. Amma Telegramda keçən baxıram ki, insanın nömrəsi, akkauntunu hack edirlər. Nömrənin içindən çıxardırlar. Username qalır sadəcə olaraq. Sonra həmin username-dən sizə zəng gəlir. Tutaq ki, mənim Nəriman adlı dostum var idi. Nəriman adlı dostumda Nəriman onun adıdır. Bir də Nəriman adının altında da onun telefon nömrəsi var. Nərimanın akkauntunu, Telegram akkauntunu ələ keçirirlər. Nərimanın nömrəsi orada olmur artıq, amma Nərimanın adı qalır. Baxıram ki, həmin Nəriman adlı bir şəxs mənə zəng vurur. Ya da ki, mənə yazır, pul istəyir. Burada yenə dönüb baxmalıyıq. Vərdişlər. Bundan əvvəl Nərimanla biz belə şey görmüşük.
Varsa yeni 2 dəfə yoxlamaq lazımdır. Yəni reallığa da uyğun olsa. Çünki ortada bir pul məsələsi girirsə qarşılığı. Çünki nəticədə bu adamlar həmişə ya pula yönləndirməyə çalışırlar, ya sizdən bir pul tələb Və edirlər. hər şey çox təcili olur. Çox təcili olur hər zaman. Yəni çox təcili bir şey yoxdur bu dünyada mənim üçün. Amma mən bəzi məsələləri də demədən keçə bilmərəm. Bu bir növ belə deyək ki, spoofing və voice phishing dediyimiz simulationlar, yəni simulasiyalar müxtəlif artıq sektorlarda bunun qarşısının alınması üçün müxtəlif həllər artıq var. Məsələn, şəxsən çox da doğru olmaz bir çalışdığın yerdəki məsələləri daha da qabartmaq və yaxud bu var demək. Amma demək olar ki, ölkə səviyyəsində bir çox artıq şirkətlərdə və ola bilər maliyyə sektorlarında bunun qabaqlayıcısı üçün o behavior analiz, və yaxud da sizin dediyiniz davranış əsaslı analiz. Kamran əgər bugünə qədər telefonunu 30 dərəcə bucaq altında işlədirdisə, axşamlar 12-dən sonra heç bir ödənişlər eləmirdisə, heç vaxtı Amazondan bu kateqoriya mallar almırdısa və birdən-birə gecə saatlarında bu şeylər baş verirsə, deməli bu Kamran deyil və avtomatik olaraq telefonun və yaxud da akkauntun birbaşa lok olunması, enable olunması üçün birbaşa zənglə bir neçə şifrə sözlərinin istifadə qoyulmuş şifrə sözlərinin təsdiqi ilə buna gedilir. Hal-hazırda bunun üzərində kifayət qədər çox işlər görülür ölkə səviyyəsində və ölkə içərisindəki müxtəlif sektorlarda. Bunun front tərəfin çoxları görməyə bilər, amma backdə, arxa fonda kifayət qədər çox işlər görülür. Bəli, sözünüzə qüvvət, bugün yaxşı səviyyədədirmi, istədiyimiz səviyyədədirmi? Xeyr. Amma müəyyən bir səviyyə çatırıqmı və bunun üçün çalışırıqmı? Bəli. Amma dayanmaq yoxdur. Çünki bizim bir dənə də çox maraqlı bir statistika var idi. Atakerlərin həmişə sayı müdafiə olunanların sayından həmişə çoxdur. Bu dəqiq statistikadır. Və hal-hazırda təxminən dünyada cyber security-də defensiv olaraq çalışmaq istənilən boş yerlərin sayı 3.5 milyondur ki, mümkün o kateqoriyada işləyə bilən adamlar daha asan pul qazanmağın, daha fərqli formada, belə deyək də, o dolayı yolla, cinayət yolu ilə, başqa kontekstdə pul qazanmağa üstünlük tutaraq ora fokuslanırlar. Baxın, bir yaxlarında sizin də sözünüzə qüvvət olaraq buradakı əsas məsələlərdən biri tərbiyə və dediyimiz tərbiyə sadəcə beyin tərbiyəsidir ki, bunun sonradan nəticələri nə ola bilər? Bəli, ola bilər 3 il içərisində bu digərinin 2 ildə qazandığını qazansın, amma bircə səhvindən sonra mütləq ki səhv eləyəcək, mütləq ki iz buraxacaq, mümkün deyil ki heç vaxt həmişə sığortalı qalasan. Sən ondan sonraki bütün yerdə qalan ömür boyu artıq öyrəndiklərini belə tətbiq eləmədən tamamilə başqa sahədə çalışasan. Ona görə bunun vuracağı ziyanı dərk eləyib, bir şəkildə bir nöqtədə belə bundan bir anlıq belə dayanıb yayınmağı tövsiyə eləyirəm. Bir dənə sual gəlib də onu sizə açığı yönləndirmək istəyirəm. Məsələn, secure provider, təhlükəsiz ISP deyək, ya da təhlükəsiz TV xidməti. Yəni, mən bu işlə məşğul olmaq istəmirəm və bunun pulunu verim, normal internet yox, təhlükəsiz internet alım və rahat-rahat evimdə tətbiq eləyim. Xüsusilə də az yaşlar və uşaqlar üçün nəzərə alsa, dünya praktikasında belə bir şey varmı, ya da Azərbaycanda belə bir praktika varmı? Azərbaycanda belə bir praktikanın olduğu məndə olan məlumata görə yoxdur. Amma burada da belə bir şey deyim. Varsa belə, yenə də nə qədər güvənə bilərik? Yox, yəni kim nə qədər iddia edirsə 15.000 dənə sertifikatım var. Secure provider-am, əla, alqışlayıram. Amma evin içərisində yenə də modem üzərində ya da qoruma şeyini sən bir başqasına verə bilmərsən. Yox, mən istəyirəm, yəni, ən azından ilkin cəbhəni provider edəsin və məni texniki olaraq çox da yormasın deyə bir yanaşma tətbiq olunsa məsələn. Dünya praktikasında yeni ki vardır bu. Çox fayda reklamlara baxa bilərik. Hansı provider özünü belə reklam edir? Bizəcə, mən demək istəyirəm, yəni, uşaqlar üçün risk bir seçim olmamalıdır məncə. Bəli. Biz onu əvvəlcədən qabağını almalıyıqsa, bu barədə fikrinizi soruşmaq Amma avtomatik istəyirdim. olaraq bu da başqa bir nöqtədə toqquşma yaradır. Bu terms and condition dediyimiz məsələ var ki, mən providerdən aldığım limitsiz almalıyam
mənə limit qoyulmadan, yalnız mənim istəyimlə bu limitlər tətbiq olunmalıdır. Mümkündürmü? Texniki olaraq əlbəttə ki, mümkündür. Ayrıca digər bir serverdə, digər bir network şəbəkəsində bunu sizlər daha yaxşı bilərsiniz. Daha başqa bir zonda, bir restrictionlı bir şəbəkə qoyuram və mən bu şəbəkəyə qoşuluram. Girdiyim bəzi saytlar avtomatik açılmayacaq, girdiyim və s. Güc strukturlarında da buna xüsusi nəzarət var və əmin olun ki, bugünkü gün bizə gəlib çatan bir çox məsələlər əsas bizim deyilə deyək də giriş-çıxışımız bir nöqtədəndir, bir IP-dəndir desək, blocking olunur. Amma bunun tamamilə servis olunaraq, bir reklam olunaraq, müəllimin də sözünə qüvvət verilirmi, bir paket şəklində tətbiq olunurmu, mən rast gəlməmişim. Məktəblərdə və s. tətbiq olunan provider qaydaları var idi, amma onlar da bizim istədiyimiz o nəticəni vermir. Təbii ki, müəyyən saytlar bloklanır, müəyyən servislər və s. bloklanır, amma bizim bayaqdan danışdığımız servislərdən orada söhbət getmir açığı. Tamam başqa servislərdən gedir orada söhbət. Ki bunu əslində bir standarta bağlayıb, yaş kateqoriyasının üçünmü ola bilər, ya da ki istifadəçinin məhdudiyyətlərinə uyğunluğu ola bilər. Biz bayaqdan uşaqlardan danışırıq, amma uşaqlardan daha böyük problem məncə yaşlı nəsildir ki, hansı ki texnologiyadan daha uzaq böyüyüblər və texnologiyanın sürətini çatdıra bilmədilər. Təbii ki, bir yaşdan sonra çox az qismi çatdıra bildi. Sadəcə olaraq bizim aşağı yaşa fokuslanmağımızın şeyi bu idi ki, biraz da təbii səslənsin deyim. Aşağı yaşlının öyrədilməsi imkanı bugün əlimizdə var. Ona efor verib bir nəticə əldə edə bilərik. Yəni, daha az əziyyətlə bir çox nəticə götürə bilərik. Yaşlı nəsildəsə çox əziyyət verib az nəticə götürərik. Ona görə biz daha çox nəticəyə fokuslanaq deyənə daha çox aşağı yaş kateqoriyalarına. Məsələn, burada belə bir şey deyim, mən xatırlayıram, bir dəfə bir mənə qayıtmışdım, soruşmuşdum, internetim var, dedi, yoxdur. Baxı, WhatsApp-da mənə cavab verdiler, WhatsApp işləyir, internetim yoxdur. Bu çox normal kommunikasiyalar, yəni ki, öyrəşdiyimiz kommunikasiyalar. Bildiyimiz bir şeydir ki, amma əslində bu var. Bunun sonrasında belə bir şey deyim, amma keçən aylarda evdə anam bir dəfə mənə qayıtdı ki, ChatGPT istifadə edirsən, dedim, bir dəqiqə, evdə bu sual var və anam mənə bunu soruşur. Anam 60-dan çox yaşı var. Dedim, okey, deməli, xalqın ən aşağı qədər enib. Ən aşağıda qədər artıq ChatGPT-dən bunu şeylər var. Okey, gəlin bunu fürsətə çevirək. Valideynlərimiz səviyyəsində, yaşlı nəsil səviyyəsində artıq AI-in istifadəsinin maraqları varsa, gəlin bunu gündəlik şeyə çevirək. Onların təhsilini biraz özümüzdən çıxardıraq, onunla bərabər özlərinin öyrənmə tərəfini köməlik göstərək. Yəni biz övladlar olaraq, məktəb olaraq, dövlət olaraq ya da televizor kanallarında ara-ara reklamlar girir. Onlar daha çox televizora baxırlarsa, ara bəlkə orada özəl bir reklam yerlərində onları yönləndirək. Suallarını AI-yə süni intellektə necə verib cavab almağını göstərək. Hətta burada biraz əvvəl deyirik, o zəng vururlarkən məsələn belə bir şeyi soruşsun oradan. İlk öncə onun köməkçisi süni intellekt olsun. Mən evdə belə başladım ən azından ki, yəni məndən öncə birinci müəllimi süni intellekt olsun, sonra oradan ala bilmədiyi cavabları ya da məmnun qalmadığı cavabları mən də köməlik göstərim. Yəni biz düşünürəm ki, bununla da böyük yaşlı nəsil biraz daha geniş çərçivədə influence edə bilərik. Əks halda çox çətin olacaq onları necə öyrətmək. Mən səmimi sual versəm, o evdə tətbiq elədiyimiz bu metodmu deyim, düşüncə və bu düşüncəyə görə praktika nəticəsini gözlədiyiniz kimi verdi. Amma yəni olan söhbətlərim çoxusu artıq kimləri daha rahat. Yəni texniki məsələlərdir. Çünki səsi göndərib danışa bilir. Çox da xoşbəxt özünü hiss edir. Sual cavab kimi də yəni hər hansı bir evin texniki ehtiyacları olanı mən daha çox buna kommunal işlər deyirəm. Kommunal işləri artıq süni intellektlə rahat görə bilir. Deməli, harada baş verir, bu harada oldu? Siz biraz zaman ayırıb bu məsələyə prioritet verdiniz. Deməli, hər bir evdə başlayır bu. Deməli, hər kəs özü kimdəsə bir, yəni, belə səmimi desək də, yəni hər şeyi dövlətdən ehtiyac yoxdur. Elə öz evimizdən başlayaraq hər kəs onu tətbiq eləsin. Qalan hissəni mütləq şəkildə dövlət nəzərə salacaq. Ümumiyyətlə dövlətdən gözləmək dediyimiz şeylər qayda qanun çərçivəsində var. Regulation tərəfində olmalı. Onlarda biz sıyırmalıyıq belə deyək. Bəli, geri qalan şeylərdə də artıq yeni, ona öyrədirəm, yəni vərdişlərimiz dəyişir.
günlük həyatımızda bir çox şeylər dəyişir. Bu bir belə deyək də, yaşam tərzimiz dəyişir. Artıq qurduğumuz cümlələrdə belə biraz əvvəl deyirik, məktəbdən gəldim, bəlkə də məktəbdən gəldin sözü də dəyişəcək. Hara getdi də bir fərqlidir. Ona görə gələcək dünya bizə gözlədiyi çox fərq qarışıqdır, açığı. Bəzən özümü pandemiyada olduğum kimi hiss edirəm. Yəni nə olacağı bəlli olmayan bir dünya var. Amma yenə də çox da indi biraz belə qorxulu kimi danışsam da günün sonunda gündəlik həyatımızda bəzi şeyləri topdan çıxardırıq, söndürə bilirik. Hal-hazırda yenə də həmin dünyanın içindəyik, ona görə şükür edə bilərik və daha çox çalışmalıyıq ki, maariflənək, maarifləndirək, maksimum dərəcədə oxuyaq. Çünki indiki dövrdə artıq ömür boyu təhsil gəldi, çıxdı. Biz bunu illər boyu deyirdik, amma əvvəl bir öyrəndiyimizlə uzun illər işləyə bilirdik, yaşaya bilirdik. Artıq o dövr geridə qaldı. Ona görə bir öyrəndiyimiz bizi kifayət etmir. 6 ay sonra ya onu yeniləməliyik, ya yeni bir bilgi daha öyrənməliyik, təcrübə qazanmalıyıq. Yəni, ömür boyu təhsilin içinə giririk. Mütəmadi özümüz üzərində işləməliyik ki, başqalarına da yol göstərə bilək. Çox təşəkkür edirəm mən sizə. Xoş söhbətə görə ümid edirəm dinləyicilər üçün də, izləyicilər üçün də informativ və maraqlı söhbət oldu. Çox sağ olun. Ümid edirik ki, bəli, bizi dinləyənlər üçün də xoş oldu. Sualları cavablamaya çalışdıq. Nərman müəllim burada maksimum dərəcədə sualları oxuyaraq bizi əslində ünvanlamağa çalışdı. Belə başqa suallar varsa da belə yaza bilər. Bir dənə sual var, bunu soruşmaq istəyirəm açığı. İndi biraz əvvəl gəlib də ki, gələcəkdə süni intellekt qərar qəbul etmə mexanizmlərində hakim, prokuror və ya vəkilin yerini ala bilərmi? Siz bu sualı da cavablandırın ondan sonra. Bugün üçün dünyanın bir çox yerində decision tree üzərinə əslində qərar vermə ağac şkalası üzərində fərqli layihələr başlayır. Fərqli həllər təklif edənlər var artıq. Azərbaycanda da hakimlər səviyyəsində bəzi limitlər, kiçik qərarlar üzərində işlər başlayıb ki, bunu bəlkə süni intellekt üzərinə qərarlar versin, keçmiş qanuni çərçivəsində baxılsın, prezident yaradılmadan yeni qərarlar verilsin. Burada böyük ehtimalla mülki işlərdə başlamaq bu daha məntiqli olacaq. Məsələn, tutaq ki, mülki işlərdə burada bir ödənişlə bağlı şeylər varsa 5-10 minlik tutaq ki, mülki işlərdə süni intellekt qərar versin. Məncə olmalıdır. Amma burada da təzədən işin içində bir risk girir. Təbii ki, Canan bəy fikrinə laf mövzuda. Çox yaxşı nöqtədir. Mən burada artıq belə deyək də yekunlaşdırdığımız üçün çox dərinə getmədən çox beyz bir fikrimi bildirəcəm. Amerikada bir məşhur hakim var idi və bir çox videoları internetdə çox məşhur idi. Bu sözünüzün arxası olaraq deyirəm. Bir çox onun yanına problemlə gəlmiş, hüquqi qaydaları pozmuş şəxsləri əfv eləyirdi. Və onun bir çox videoları var ki, çox məşhurdur. Adını bəlkə də tapanlar yaza da bilərlər. Rəhmətə gedən. Məsələn, orada verdiyi qərarların %90-ı qaydalar üzərinə deyil, hissiyat üzərinə və qarşısındakının vəziyyətini anlamış və üzündəki mimikalar üzərinə verirdi. Niyyətinə. Çünki ona görə hakim qarşısına çıxırsan. Bəli. Və bu baxımdan da bu fikrimdə qalıram ki, bəli, bir çox müəllimin də qeyd elədiyi xırda məsələlər və çərçivəli məsələlərdə sürətli olsun deyən ola bilər. Amma hardakı hissiyata, hardakı o həssaslığa və mimikalara toxunub verilən qərarlar daha doğrudur. Humanizm və insanlıq deyək biz buna. Bu heç vaxt dəyişə bilməz. Hakim bir şəxs olaraq həmişə qalacaq. Burada bir şey gözdən qaçırmamalıyıq əslində. Süni intellektin yekun qərarını heç onu buraxmalı deyilik. Yekun qərardan bir öncəki addıma qədər ona gətirməliyik. Yəni, pilləkənin axırında yenə biz özümüz olmalıyıq. Standart işləri avtomatlaşdırmaq üçün əlbəttə eləyə bilir, amma qərar verməyə mən də tərəfdarı deyiləm. Bir xeyli keçmişdə bəlkə bununla bağlı nə qərar verilib. Bunu süni intellekt eləsin, bu robot işlərdir. Ümumiyyətlə, robotik tərəflərimizi süni intellektə verməli. Biz robot olmalı deyilik, biz insanıq. İnsanlığımızı qoruyaraq həssinə davam etməliyik. Biz robot kimi görülən işlərin hamısını süni intellektə elətdirməliyik. İmkan var, elətdirək. Yəni, yanaşma bol. Bu qərarların süni intellektə verildiyi heç bir senaryoda insanlığın xeyrinə nəticə bitmir. Doğrudur. Bəli. Bu mənim fikrimdir. Bir daha təşəkkür edirəm gəldiyinizə görə. Çox sağ olun. Çox xoş söhbət oldu. Çox sağ olun. Gələn dəfə də ümid edirəm daha fərqli mövzuları da daha detallı müzakirə edərik. İnşallah. Sağ olun. Sağ olun. Təşəkkür edirəm.